Buyurur ki, inni cəzəytuhumul yevm bimə səbəru ennəhum humul faizun. Deyir ki, qiyamət günü mən mükafatı ona görə verəcəm ki, onlar səbr elədilər. Və onlar nicat tapanlardır. Qiyamət günü mükafatı ona görə verəcəm ki, səbr elədilər. Və onlar nicat tapanlardır. İlahi, bunun nə qədər yaxşılığı var idi. Gəl sayaq, bu sədəqə verib, bu namaz qılıb, bu cihad eləyib, bu şəhid olub. Nə qədər idi? Sən deyirsən, darıxma. Mən hamısını ümumiləşdirdim. Dedim ki, səbrə görə idi. Bunların hansının içində səbir var idi? O səbir bunu cənnətə gətirdi. Səbir gətirdi, başqa şeylər yox. Nə asan idi, yox. Nəyə ki, dözdü elədi. Dözmək səbəbindən gəldi, əməl səbəbindən yox. Hər əməl adamı cənnətə aparmaz. Səbir bunu gətirdi bura. Səbirsiz o yaxşılıqlar ki, içində səbir yoxdur, asan başa gəlir. O asan yaxşılıqların gücü yoxdur, adamı cənnətə aparsın. Onların gücü yoxdur. Səbir içində olmayan yaxşılıq natamamdır, naqisdir, məqsədə çatdırmaz. Zəhmət bahasına olan yaxşılıq adamı cənnətə aparır. Furqan surəsi Allah bəndələrinin 12 xüsusiyyətini sayır. Fəsad eləmirlər, zəkat verirlər, namaz qılırlar, hamısını deyir. Ondan sonra buyurur ki, onların hamısını bu xüsusiyyətləri sayır, deyir, bunları cənnətə aparıram. Ulaikə yüczəvnəl qurfətə bimə səbəru. Bu lap maraqlıdır, sayır. Deyir, bunlar namaz da qılırdı, zəkat verirdi, filan işləri gördü, fəsad törətmirdi, filan. Axırda deyir, bunların hamısını yığıb aparıram cənnətə. Demir bu şeylərə görə. Deyir, ona görə ki, bunlar səbir elədilər. Bütün bunlara görə, bunların yanında səbir lazım idi. Səbrə görə aparıram cənnətə. Mən onlara mükafat verirəm çünki səbir elədilər. Demir bu 12 xüsusiyyətə görə. 12 xüsusiyyəti sadəcə sayır. Yəni bu xüsusiyyətlərin də içində səbir var idi deyə. Görürsünüz nə qədər önəmli sözdən danışıram, mövzudan danışıram. Deyir, səbir etdiklərinə görə onların mükafatı cənnət oldu, cənnətin neymətləri oldu. Biləsiz Allah necə dayanıb bunun üstündə? Allah bunun üzərində dayanıb. Başqa ayədə Ulaikə yu'tavna əcrəhum mərrəteyn bima səbəru. Onlara 2 qat mükafat verirəm. Nə üçün? Ona görə ki, səbr elədilər. Ay Allah, sən başqa xüsusiyyət tanımırsan? Əstəğfirullah, Allah yaradıb da bütün xüsusiyyətləri. İlahi, sən niyə başqa şeydən danışmışsan? Sən mənim işimə qarışma. Mən bilirəm ki, adamı cənnətə nə aparır. Mən insanın yaxşılıqlarını ümumiləşdirmək istəyəndə bir kəlmə deyirəm. Deyirəm, bu səbirli idi, ona görə də cənnətə layiqdir. Səbir olmasaydı cənnət mümkün deyildi.